yeni gənc nəsil yaşlı nəsillərə deyir ki, şəkəri az istifadə elə, şəkərdən ümumiyyətlə imtina elə. Həqiqətənmi şəkərin istifadəsi bu dərəcədə zərərlidir? Baxın, əslində şəkər bizim orqanizmimizin əsas enerji mənbəyidir. Biz bu enerji mənbəyindən mütləq şəkildə bir problem yoxsa istifadə etməliyik. Sadəcə olaraq şəkəri hansı qidadan istifadə etməliyik, onu düzgün seçməliyik. Yəni biz tam taxıllı qidalardan şəkər istifadə etməliyik. Əksinə, tam taxıllı olmayan, hazır, rafinə qidalardan biz şəkər istifadə etsək, bu əlbəttə ki, insan orqanizminə ciddi ziyan törədəcək. Baxın, bir çox miflər var, hansı ki, bu miflərdən biri də bilmirəm, bəlkə də mif deyil. Şəkər xəstəliyi yaradırmı? Hə, bu gözəl mövzudur. Necə? Şəkər xəstəliyinə səbəb olan faktorlardan çoxu ya autoimmun proseslərdir, ya genetik faktorlardır, ya da ki, ikincili şəkildə şəkər yaradan xəstəliklərdir. Sadəcə olaraq bizim o faktorla adlandırdığımız hallar provokasiya edir. Yəni, şəkər zaten yaranacaqdır. Onu erkənləşdirir, tezləşdirir. Amma birbaşa olaraq, məsəl üçün deyirəm, insan qorxmaqdan şəkərə tutula bilməz. Yəni, bu hallar şəkər yaratmaz. Sadəcə olaraq tezləşdirə bilər.